Bugün aprelin 1-i 3 bəd xəbərlə başlayıram, hörmətli tamaşaçılar. Sonra sizə deyəcəklərim var. Demək, bugün vicdan məhbusu Tofiq Yaqublu həbsxanada ona qarşı çıxarılan ədalətsiz məhkəmə hökmünə etiraz olaraq azlıq aksiyasına başlayır və bu azlıq aksiyası o bildirib ki, ya onun azadlığı ilə nəticələnəcək, ya da İraq olsun ölümü ilə. O, bu qərarla barışmaq istəmir. Deyir ki, mən bu yaşımda 9 il ona kəsilən cəzanı çəkmək niyyətində deyiləm, dərhal azad olunmalıdır və tələbi yerinə yetirilməyənə qədər azlıq aksiyasını ölümünə davam elətdirəcək. Bu barədə biz çox danışmışıq. Tofiq Yaqubunun məlum müraciəti də var. Çox istərdim ki, onu tapıb internetdən oxuyasınız. Tofiq Yaqublu sonuncu müraciətində bizə deyib ki, əgər mənə dəstəyinizi ifadə eləmək istəyirsinizsə, bu kiçik addımlardan biri onun son sözündə, məhkəmədə dediyi son sözündəki fikirlərlə tanış olasınız, oxuyasınız və rəy bildirəsiniz. Tofiq Yaqublu barəsində biz danışacağıq, onun bu aksiyasını diqqətdə saxlayacaq. Hələlik digər 2 bəd xəbəri sizə çatdırım. İkinci xəbər ondan ibarətdir ki, Qarabağ qazilərinin, yəni 2-ci Qarabağ savaşında iştirak edən insanlarımızın hüquqlarını müdafiə edən gənc fəal Hacı bəyi bugün polis uğurlayıb. Yəni bizdə olan məlumata görə onu banditlər aparıb, yoxsa Bakı şəhər polis idarəsi. Bu videonu yazdığım vaxtda ondan xəbər yoxdur. Çox güman ki, ona da hansısa bir qondarma cinayət işini açacaqlar və yaxud da inzibati qaydada həbs edəcəklər. Bu da bir tərəfdən İlham Əliyevin başlatdığı saxta vətənpərvərlik şousunun ifşasıdır. 2-ci Qarabağ müharibəsindən sonra hökumət özünə vətənpərvərlikdən don biçməyə çalışırdı ki, Qarabağ xalqı haqqında onlar çox canyanandılar. Qarabağı hamımızdan çox sevirlər. Qarabağ qaziləri, şəhidləri onlar üçün əzizdir. Amma biz bu nümunədə də görürük ki, hökumət üçün yalnız əhalinin ən müxtəlif təbəqələrinin o hissəsi əzizdir, doğmadır ki, onlar İlham Əliyevin şərrinə susur, etiraz eləmir, ləbbeş deyir. Hacı vaxtaşırı Qarabağ qazilərinin problemini işıqlandırırdı. Bu da onun sonu, məlum sonu. Üçüncü hadisə isə bugün eşitdik ki, Xalq Cəbhəsi sədrinin Əli Kərimlinin sürücüsü deməyim, amma bilirsiniz ki, Əli Kərimlinin ştatlı nə sürücüsü var, nə avtomobili var, amma müəyyən vaxtlarda, müəyyən tədbirlərə onu avtomobili ilə müşahidə edən bizim Zaur Rızalı adlı cəbhəçimiz vardı. Onu da polislər uğurlayıb. Bu saata qədər də hələ bilmirik onun müqəddəratı necədir. Ona da cinayət işi açıldığını, yoxsa inzibati qaydada həbs olunduğu barəsində heç bir xəbərimiz yoxdur, məlumat verilmir. Ənənəvi uğurluq siyasətlərinə uyğun olaraq. Bütün bu sadalanan hallar hakimiyyətin mahiyyətindən qaynaqlanır, şər mahiyyətindən qaynaqlanır. Biz sanki, necə hər gün bu hava məlumatlar olur, proqnozlar olur, bu şəkildə həbslərlə tanış oluruq. Az qala hər gün kiminsə həbs edildiyini, kiminsə zorakılığa məruz qaldığını, kiminsə təqib olunduğunu siyasi baxışlarına görə eşitməsək, görməsək, şahid olmasaq təəccüblənərik. İlham Əliyev sözün əsl mənasında ölkəni özü boyda bir həbsxanaya, cəza aparatına çevrilir. Bu bütün xalqa qarşı açılmış müharibədir. Təkcə ayrı-ayrı siyasi fəallara qarşı yox, bütün xalqa qarşı. Ayrı-ayrı siyasi məhbusların, siyasi fəalların missiyası nədən ibarətdir? Danışa bilməyən, sözün deyə bilməyən və yaxud da haqqı pozulan insanların səsi olmaq, görən gözü olmaq. İlham Əliyev bütün bunları susturmaqla özü üçün bir qəbrəstanlıq sükutu yaratmaq istəyir ki, öz quldurluğun, öz mafiya hakimiyyətin davam etdirsin. Amma bizim əlahəzrət tarix nümunəmiz var. Tarix göstərib ki, heç bir hökmdara, heç bir tirana bütün xalqı əbədi olaraq susturmaq, təslim etmək kimi bir hal müəssər olmayıb. Əmin olun ki, tezliklə İlham Əliyevin bu məkirli planı da puç olacaq və biz görəcəyik ki, bu rejim necə çürük formada əzdiyi, təhqir etdiyi xalqın ayaqları altına sərildi. Amma o vaxta qədər də bizim görəcəyimiz işlər var. Birincisi,
Mən burada İlham Əliyevin şər aparatında böyük, kiçik vint rolunu oynayan insanlara üst tuturam. Polislər, prokurorlar, məhkəmə hakimləri və s. Özünüzdə bir cəsarət tapın. Öz vicdanınıza dönün. Ləyaqətinizə xitab eləyin ki, nə vaxta qədər siz yuxarıdan belə deyib, mən olmasam kimsə başqası bu işi görüb, kim bəhanələr gətirib, xalqın mübarizə aparan, ləyaqətli oğlanların şərləyəcəksiniz, cəza kəsəcəksiniz onlara, üzlərinə duracaqsınız. Siz əmin olun ki, bu əzlaf səltənət əbədi davam eləyə bilməyəcək. Və sizin adlarınız keçən bu cinayət işləri, bu qondarma cinayət işləri həqiqi cinayət işi kimi sizin öz qabağınızda durulacaq. Saxta hökm verən hakimlər, saxta cinayət işi yazan prokurorlar, müstəntiqlər hamısı cavab verəcək. Tarix sizin heç birinizə şans verməyəcək. Əmin olun, bizim sağımızda, solumuzda, şimalımızda, cənubumuzda daim bu proseslər gedib və gedəcək. Azərbaycan da bir müstəsna, istisna ölkə deyil. O da tarixin dəmir qanunlarına tabedir. Və Azərbaycanlılara müraciət edirəm, xüsusən onun özünü ağıllı hesab edən, özünü ziyalı hesab edən hissəsinə mübarizə aparın. Mübarizə aparmağa hünəriniz, cəsarətiniz, imkanınız çatmırsa, mübarizə aparan adamlara, belə deyək, qanın qaşqa qoyan, kəfənli geyinmiş bu insanlara öz dəstəyinizi ifadə edin. Maddi formada, mənəvi formada, müxtəlif formalarda dəstək vermək mümkündür. Bəli, Azərbaycanda murdar, alçaq bir faşist rejimi hökm sürür. Amma bu çətinliyə baxmayaraq hələ də mübarizə aparan insanlar var. Onları tək qoymaq lazım deyil. Onlar sənin, mənim, digərlər üçün, susanlar üçün mübarizə aparır. Və bilməliyik ki, o insanların zərərsizləşdirilməsi cəmiyyətin daha amansızcasına bu görməmiş qaniçən rejim tərəfindən əzilməsinə səbəb ola bilər. Mübarizə davam edəcək və heç şübhəsiz ki, bir gün qələbəni də bu Azərbaycan, məzlum Azərbaycan xalqı görəcək. Sağlıqla qalın.